Sifət xanım, siz vurğuladınız və biz də bilirik, bu layihənin bu dəfəki iştirakçıları əsgərlər idi doğrudan da və bir növ onun missiyasıdır da burada iştirak etmək məcburdur həmçinin. Sizcə onlar məcburiyyət kimi yanaşırdılar yoxsa yox? Onların öz müsahibələrində də bir-ikisi bunu etiraf etmişdi ki, yəni biz ilk yadınızdadırsa birinci buraxılışda sızma parkuru tapşırığı var idi. Onlar onda ayıldılar ki, onlar hara düşüblər. Ona qədər onlar belə tam olaraq təsəvvür etmirdilər ki, necə bir yarışa qatılıblar və onlardan nə tələb olunur. Amma onda artıq öz müsahibələrində də etiraf edirdilər ki, biz başa düşdük ki, bu o deyil də, burada məsuliyyət 1-ə 10 artdı. Çünki bu əsgərlər bir nümunədirlər. Bilirsinizmi, bu əsgər özü başa düşdü ki, o tək özünü təmsil etmir burada. O Azərbaycanın silahlı qüvvələrini təmsil edir. O burada özündən sonra sabah əskər gedəcək gənclər üçün nümunədir. O bugünkü silahlı qüvvələrimizin bacarığını göstərməlidir. Və bu məsuliyyəti artıq birinci buraxılışda birinci buraxılışın sonundaydı bu. Ona qədər yadınıza gəlirsə ssenaridə onlar baxırdılar ancaq və nümunə olaraq hərbçilər göstərirdilər bu təlim məşqləri. Sonra artıq özləri icra edəndə başa düşdülər. Yorulsalar da bunu bildirmirdilər. Bu artıq onların böyüməsi idi. Yuxusuz olsalar da bildirmirdilər. Bu da onların böyüməsi idi. Məsələn, artıq yemək vaxtı çatırdı. Heç kimin yemək yadına düşmürdü, istirahət yadına düşmürdü. Və onlar bunu bacarırdılar. Mən sizə bunun bir başqa görünməyən tərəfini deyim ki, əsgərlər artıq, bir də biz çəkilişimiz davam edə-edə efir başladı. Onlar artıq öz əskər yoldaşları ilə bir yerdə efirdən buraxılışa baxanda bir başqa dəyişdilər.